Balakən şəhərinin Murğustala kəndində fındıq bağı satışa çıxarılır. Yolun kənarında yerləşir. Qarşı tərəfdə ilin hər bir fəslində öz axarı ilə çıxan çay keçir. Yəni qış, yay, payız fərq etmir. Gördüyünüz çay ilin hər bir fəslində keçir. Keçən fındıq bağı ilə tanış olalım. İşıq xətti, qaz xətti, internet xətti qarşısından keçir. Qeyd etdiyim kimi yolun tam kənarıdır. Bağın girəcəyinin sol tərəfində yol boyu çınar ağaçları əkilmişdir. Təxminən 200 ağaçdan yuxarıdır. Ağaçların sayı çınar ağaçlarını gördüğünüz fındıq bağıdır. Türk istilində əkilmiş fındıq ağaçlarıdır. Ara məsafələri 8 metradır. Yan tərəfdən ağaçlar arası məsafə 3 metradır. Qulluq olunan bir bağdır gördüğünüz kimi. 1000'e yaxın fındıq tomaları var. Her sezonda yani 3 ton yarım da olur, 4 ton yarım da olur. Sezona baxır. Yan tərəfdən dərin kanal qazanmışdır. Yani traktor vasıtasıyla gördüğünüz gibi kanal dərindir, enlidir. Qonşular ilə aralık. 11 ilin fındıq bağıdır, cavan bağdır. Kupçasında 1 hektar 83 sot torpaq olmuştur. Hal-hazırda yerində faktiki 2 hektardan çox torpaq ərazisi var. Qeyd olunduğu kimi 1000'e yaxın fındıq tomaları var. Səliqəli bağdır, Kupçalıdır. Notarial qaydada alqı-satqı edərək fındıq bağını əldə edə bilərsiniz.